Mətbəxdə şov. Nyam, nyam. Salam, hər vaxtınız dadlı və ləzzətli olsun. Əziz nənələr, babalar, analar, atalar, şirin şəkər balalar. Salam əziz izləyicilər, bugün sizinlə görünüşü çox gözəl olan və dadı da fərqli olan bir salat paylaşacağım. Əgər siz də menünüzdə fərqli qatmaq istəyirsinizsə, bu salatı mütləq sınayın. Çuğunduru və kökü qaynatmırıq, tavada ayrı-ayrılıqda bişiririk. Kartofu bişirib rənddən keçiririk, bişən tərəvəzləri soyuduruq. Qozu da iri formada, yəni zövqə görə xırda formada doğraya bilərsiniz. Tərəvəzlərə duz, istiyot, mayonez əlavə edirik və ara qatlarını isə nar və qoz əlavə etmişəm. Üzərini isə videoda göründüyü kimi bəzəyirəm. Nəticə mükəmməldir. Hər kəs bəyənəcək. Mütləq hazırlayın. Kanalıma abunə olmağı, paylaşmağı unutmayın.